Salam, hörmətli izləyicilərimiz, hər birinizi xoş gördük. Fizika müəlliməniz Könül Əliyeva yeni toplumumuzdan olan maqnit sahəsi maqnit induksiyası başlığından ətraflı yazılı cavab tələb olunan tapşırıqların həll yollarını izah etməyə çalışacağam. Birinci sualımızdan başlayırıq. İnduksiyası bir ondakı Tesla olan bir cins maqnit sahəsində induksiya xətlərinə 30 dərəcəli bucaq altında yerləşən, cərəyanına düz naqilə təsir edən qüvvə 2,4 Newtondur. Naqildən axan cərəyan şiddəti 10 amper olarsa, naqilin aktiv hissəsinin uzunluğunu hesablayacaq və verilən bucağın da qiyməti verilibdir. Biz gəlin belə edək. Öncə verilənləri elə bunların üzərindən qeyd edək. B induksiya vektorumuz 1,2 Tesladır. Verilən bucağımız, yəni alfa sinus 32-də 1 verib bunu bizə. Qüvvə, bax burada hansı qüvvədən söhbət gedir? Düz naqilə təsirdən, deməli amper qüvvəmizdir bu. 2,4 Newton və cərəyan şiddətimiz, yəni I 10 amperdir. Uzunluq da, yəni eli bizdən soruşur ki, el nə qədər olacaqdır? Bilirik ki, amper qüvvəmiz nədir? F amper bərabərdir. B, I, L sinus alfadan ibarətdir. Bizdən uzunluğu soruşur. Biz nəyisə tapmaq istəyiriksə, onun solunda sağındakılar həmişə məxrəcə düşür. Yəni, o zaman L uzunluq bərabərdir. Amma bu hissə həmişə olduğu kimi sürətdə yuxarıda qalır. F amper bölünsün. B, I sinus alfadan ibarətdir. Verilənləri yerləşdirək. Amper qüvvəmiz 2,4 Newton. B induksiya vektorumuz 1,2, cərəyan şiddətimiz 10, sinus 30-da 2-də 1 şəklində veribdir. Sadələşdiririk. Buradan 2,4 ilə 2 ixtisar gedəndə sürətdə 2 qalacaqdır. Bura yazıram 2. Sonra bu 2 var ki, sürətə qalxacaq. Görsən, məxrəcdən aşağıdır. Məxrəcdən aşağı olanlar həmişə dırmaşır sürətə. Yəni olur 2 vurulsun 2. 1-i yaz silirəm. Oradan ehtiyac qalmır. 2-ni 2-yə vurduq, elədir 4. 4-ü 10-a böldükdə uzunluq olur 0. Onda 4 metrdən ibarətdir sualımızın cavabı. Baxaq ikinci sualımıza. Bir cins maqnit sahəsində qüvvə xətlərinə perpendikulyar yerləşdirilmiş cərəyanlı düz naqilə təsir edən amper qüvvəsinin maqnit induksiyasından asılılıq qrafiki verilmişdir. Qrafikimiz də budur. Naqilin aktiv hissəsinin uzunluğu 2 metr olarsa, naqildəki cərəyan şiddətini hesablayacaq. Verilənləri qeyd edək. Uzunluq L 2,2 metrdir. Amper qüvvəmiz burada verilib və B induksiya vektorumuz da buradadır. Bu belə. Perpendikulyar da deyəndə bilirik ki, artıq bizim alfa bucağımız 90 dərəcədir. Sinus da 90-da 1-ə bərabərdir. Ona görə belə olduğu halda amper qüvvəmiz bizim B, I, L-dən ibarət. İndi cərəyan şiddətini soruşur. Bax, nəyə soruşursa onun yanındakılar həmişə məxrəcə düşür. Və B ilə L məxrəcə düşəcəkdir. Cərəyan şiddət bərabər. B, L məxrəcdə, F amper isə yuxarıda qalacaqdır. İndi belə götürək. Əgərlərin mən amper qüvvəni tapmaq istəyirəmsə, amper qüvvəmizin biz, bax, buradakı qiymətini götürmək istəyirəmsə, bu qırıq-qırıq xətləri izləyirəm, onda B induksiya vektorumun 10 qiymətini götürəcəm. Yox, amper qüvvəsinin 160-ını götürürəmsə, onda B-nin 20 olan qiymətini götürəcəm. Yəni, xətləri izləyərək onu götürürük. Demək belə, indi amper qüvvəni ürəyimizdir 80 Newtonu götürürəm. B induksiya vektorumuz da o zaman gəlib 10 götürəcəm qiymətini. Uzunluğu da 2 metr veribsə, sadələşdirirəm. Cərəyan şiddətimiz 4 amper olur. Baxaq üçüncü sualımıza. Belə. Bu sualımız isə bizə deyir ki, F1-i F2-yə böl. Birinci, mən sizə bir dənə belə bir izah verim. Bu cür testlərdə, bax, bunun bu hissəsinin qüvvəsindən bu hissəsinin qüvvələri həmişə bir-birinə bərabər olacaq. Sanki belə təsəvvürüm, bunun bu hissəsi yuyub aparır buradakı olan qüvvənin hamısında eyni bir-birinə bərabər olur. Ona görə bizim bu nisbət 1-ə bərabərdir. Amma deyək ki, açıq sual düşübdür, bunun həllini etmək lazımdır. Onda gəl buna belə baxaq. Bax, bu hissəni görürsən, bura bizim birinci tərəfimizə, birinci cərəyan şiddət, birinci uzunluq verilibdir. Və deyir ki, cərəyan şiddətlərin eynidir, amma uzunluqların fərqlidir. İkinci uzunluq deyir, gördüyün kimi, bu ikinci uzunluq deyir L2-in L1-dən 2 dəfə böyükdür. Bax, L2 2 L1-dir. Və bunun indi biraz da nəzərə alacaq. Başlayıram birinci amper qüvvəmi tapmağa. Bax, bu hissəsini tapıram. Amper qüvvəmiz bərabərdir. B, I, L sinus alfadan ibarətdir. Dəyişən burada cərəyan şiddətidir. Ayağına 1 atıram. Deməli, birinci cərəyan şiddət, bir də, yox, üzr istəyirəm, cərəyan şiddətləri eynidir, uzunluqlar fərqlidir. Bax, cərəyan şiddətlərimiz burada eynidir. E1 2-yə bərabərsə, ona indeks qoyulmur, fərqli olanlara indeks qoyulur. Olur belə. İndi bucağa baxırıq. Bucaq nə cür tapılırdı? Bu mənim B induksiya vektorumdur. Həm belədir, həm də belədir. Bu isə bizim keçən göy rəng saldığım cərəyan şiddətimizdir. Cərəyan şiddəti ilə B induksiya vektoru arasındakı qalan bucaq görürəm 90 dərəcədir. Sinusumuz da bizim 90 dərəcədə 1 olduğuna görə
onda o zaman bunun bu hissəsi 1-ə bərabərdir və olur birinci amper qüvvəmiz belə. İndi də gəl verilənləri qoy yerinə yaz. Bu nə cürdür? Bir cinsdir. Bax, bir cins. Bir cins bilsiz nə deməkdir? Bütün vəziyyətlərində B indüksiya vektorum eynidir. Ona görə bura B yazıram. Cərəyan şiddətimiz eynidir. Sadəcə uzunluğumuz L1-dir. Yəni elə birinci qüvvəmiz bizim bu cür şəkildə qalır. İndi isə keçid edirəm ikinci qüvvəmizi yazmağa. İkinci tərəfimiz də budur. İkincini yazıram, sonra bunların indekslərini 2 əlavə edirəm. F2 amper bərabər BI L2 sinus alfa 2-dən ibarətdir. Belə. Dediyimiz kimi B eynidir. Cərəyan şiddəti eynidir. Amma ikinci uzunluğumuz nə qədərdir? L2-ni 2 L1 veribdir. Onda L2-nin yerinə 2 L1-i yazıram. 2L1 şəklində. İndi sinus alfaya baxıram. Sinus alfa nə cür tapırıq? Gəl kənardan sinus alfamızı tapaq. Sinus alfamı tapmaq üçün mənə bunun bu hissəsindəki bir katet lazımdır. Ona görə mən buradakı L1 uzunluğunu gətirirəm, paralel şəkildə bura köçürdürəm. Bu belə. Sinus alfanı tapanda biz nə edirik? Bax, bura bizim bir bucaqdır. Deyirəm, bucağın qarşısındakı katetimiz L1-dir. Katet bölünür, bax, buradakı hipotenuzda. Hipotenuz da deyir, buranın uzunluğu nədir? L2-dir. Bax, burada L2-dir. Bölünür L2-yə, bax, belə. Yəni, başqa sözlə bunun yadda qalsın, belə deyirəm. Şaquli xətt həmişə hipotenuza bölünür. İndi gətirim sinus alfamızın yerinə, bax, bu ifadəmizi burada yerləşdirəcəm. Oldu L1 bölünsün L2-dən ibarətdir. L1 bölünsün L2. Yaxşı, L2-miz nə qədərdir bizim? L2 2 L1-dir. Onda buradakı L2-nin də yerinə 2 L1-imizi yazıram. Olur belə 2L1, deməli, bu 2L1 ilə bu 2L1 aradan çıxır, gedir. Bunları ixtisar etdik. Belə bir ifadə qalır. Nə görürsən oradan? BI-L1. Biraz L1-i də bunlara mehriban şəkildə yazım. Olur belə. Bu deməkdir ki, sənin həm birinci amper qüvvən BI-L1 oldu, həm də ikinci. İndi mənə deyir ki, götürsən F1-i F2-yə böl. Onda deyiləni icra edək. Bərabərdir. Bunları da bir-birinə bölürük. Bunu qara rənglə yazaq. Aha. Eyni şeyə böləndə nə əvəzində burada 1 qalır. Yəni, bunu hesablamadansa, dediyim kimi, bunu elə qısa yolu elədir ki, bu cür testlərin həmişə cavabı 1 olacaqdır. Bu hissə gəlib bunların hamısını bu tərəf apararaq, hamısı 1-ə bərabər olur. Keçdik 4-cü sualımıza. İnduksiyası B olan bir cins maqnit sahəsində el uzunluqla cərəyanlı naqilə təsir edən amper qüvvəsi ağırlıq qüvvəsinə bərabərdir. Qoy bu veriləni kənardan yazım. Deyir ki, amper qüvvən ağırlıq qüvvəsi F ağırlığa bərabərdir. Ağırlıq qüvvəmiz də elə bizim mg-dir də. Belə ağırlığın da yerinə mg yaza bilərəm. Naqilə təsir edən əvəzləyici qüvvə nəyə bərabərdir? Deməli, biz nə tapacaq? Əvəzləyici qüvvəni bizdən soruşur. 2 qüvvə varsa mütləq ortada əvəzləyici qüvvə ola bilər. İndi birinci bilirik ki, bax, bizim bu naqilimiz, şnurumuz üzü sağa doğru gedir. Və biz bilirik ki, bunun ağırlıq qüvvəsi, şnurun ağırlıq qüvvəsi haradır? Yerin mərkəzinə doğru. Deməli, bu aşağıya doğru getdi. Bunun ağırlıq qüvvəsi F ağırlığımız da bizim elə mg-dir. Belə yazsaq. İndi amper qüvvəmizi tapmaq lazımdır bizə. Amper qüvvə nə cür icra edirik? Bilirik ki, əgərlərin B indüksiya vektoru bizə nöqtə verilərsə, həmişə sən ovucun içi şəklə girməlidir. Sonra amper qüvvədən söhbət gedirsə, sol əlimizi götürürük. Sol əldə 4 barmaq cərəyanın istiqamətini bildirir. Deməli, cərəyan da görürük hara doğru axır. Deyil, sağa doğru axır da. Belə sağa doğru axır və götürürsən ora 4 barmağını yerləşdirirsən. 1, 2, 3, 4. Amma ovucun içi şəkildədir də. Sonra baxırsan ki, baş barmaq amper qüvvəsini bilir. Baş barmağım aşağıya doğru düşür. Deməli, amper qüvvəmizin istiqaməti üzü aşağıya doğru olacaqdır. Buradan da yazıram. Üzü aşağıya doğru amper qüvvəmiz getdi. İndi bax, 2 qüvvəni əvəz edən bir qüvvə var. Bu da əvəzləyici qüvvədir. Qüvvələr də dedi ki, eyni istiqamətdə gedirsə, o zaman bunlar toplanacaqdır. Demək, gördüyümüz kimi, amper qüvvəmizlə ağırlıq qüvvəmiz eyni istiqamətdədir. Amper üstə gəlsin ağırlıq qüvvəmiz. Bunu belə yazaq. Bir dəqiqə ekran dondu. Hə, belə. Buradan da indi cavabımızı belə yazaq da. Bax, əvəzləyici qüvvə bərabərdir. Amper qüvvəmizin yerinə gətirək buradan elə amper yazıram. Ağırlığın da yerinə nə yazıram? Dedi, ağırlıq qüvvən elə amper qüvvəsidir. Bunun da yerinə amper yazanda olacaqdır 2F amper. Amper qüvvəmiz də nədir? Bizim BI-L-dir. Bunun da yerinə BI-L şəklində yazacaq. Bu da perpendikulyar olduğu üçün B ilə I. O zaman da bunun BI-L şəklində olacaqdır. Və yaxud da belə götürə bilərəm. Və yaxud da
amperin yerinə, bax bu amperin yerinə ağırlıq da yaza bilərəm. Belə də cavab verə bilər bizə. 2F ağırlıq da ola bilər. Ağırlığın da yerinə MC də qoya bilərəm. 2 cavab ala bilərəm. Ya 2 imiş ala bilərəm, ya da 2 B. Hər iki cavab doğrudur. Ona görə ki, çünki dedik axı nədir burada? Özü dedi ki, elə amper elə ağırlıq qüvvən deməkdir. İndi 5-ci sualımıza baxıram. Buranı silək. 5-ci sualımızda isə deyilir ki, bizə cərəyanlı P naqilinə M və N cərəyanlı naqillər tərəfindən təsir edən əvəzləyici amper qüvvəsinin istiqamətini göstərilmişdir. M və N naqillərin cərəyan istiqamətlərini müəyyən edəcək. Bizə yalnız P-nin və buradakı P naqilimizin, P şnurumuzun cərəyanı veribdir nöqtə. Cərəyana burada nöqtə verib. Deyir ki, sən isə nəhayət M-lə N-də cərəyanın nöqtə ya X olduğunu müəyyən edə. Bir tək də bizə buradan belə bir əvəzləyici qüvvə veribdir. İndi gəl belə düşünək. Bax, deyirəm ki, mənim bir qüvvəm belədir, digər qüvvəm belədir. Həmişə əvəzləyici qüvvə neyinir? Onların tən sentrindən ortadan çıxır da belə əvəzləyici qüvvə belə. Və yaxud da bir qüvvəm aşağıdır, digər qüvvəm də aşağıdırsa, onda əvəzləyici qüvvə onların tən ortasından çıxır da, düzdürmü? Deməli, indi bunun əvəzləyici qüvvəmizin bizim bax belə olmağına buna səbəb nədir? Belə çıxır ki, onun bir qüvvəsi beləymiş, digər də bu cür şəkildəymiş ki, əvəzləyici qüvvə üfüqü sola doğru gedibdir. Bax, bunu bizə icra etmək lazımdır. İndi belə götürək buranı. Bax, bizə buradan bu cərəyanı nöqtə şəklində veribdir. Elə, bunu nöqtə veribdir. Onda sizcə, bu niyə görə üzü bu yana doğru gəlir? Hələ birinci biz bilməli ki, bax, cərəyanlar əgər hamısı eynidirsə, yəni hamısı nöqtədirsə, o zaman bunlar həmişə bir-birini cəzb edəcək. Və yaxud da hamısı x-dirsə, yenə də bunlar bir-birlərini cəzb etmiş olacaqlar. Ancaq ki, biri nöqtə, biri x olarsa, o zaman bunlar bir-birlərini itələmiş olacaqlar. Bunu da demişdim ki, pişik şəklinə görə yadda saxlayın. Bax, bunlar qəşəng şirin pişiyə oxşuyurlar, bir-birini cəzb edirlər. Amma belə bir gözü başqa bir gözü belədirsə, onlar bir-birini itələyir. Bu yadda saxlamaq üçün bunu belə dedim, yadda saxlayın. İndi davam edirik buradan nəyə? Bura nöqtədir, bu da görsən üz aşağıdır, düzdürmü? Deməli, bu da nöqtəymiş ki, eynilər axı bir-birlərini cəzb etdi, bu da bunu cəzb etdi, bu da bunu cəzb etdi. Hə. Onda deməli, bu cür şəkildəmiş. M, yəni bizdə nöqtəymiş. Keçdik bu birisinə. P və N tərəfə baxırsan. Bu görsən itələnibdir. Bu nöqtədir. Onda deməli bu x-dir ki, dedik axı fərqli olanlar bir-birlərini itələyirlər. Deməli n isə nöqtə imiş. Üzr istəyirəm. N isə x imiş, m isə nöqtə imiş. Nöqtə və x-dən ibarət olur. Keçdik 6-cı sualımıza. Bunu buradan silək. 6-cı sualda isə yenə də tapacaq M və N. 6-nı yazmaq istəyən 5-ci saxına mütləq baxsın. İndi qısa şəkildə danışacağım. Demək gördük ki, bu əvəzləyici qüvvəmiz belədir. Bunun belə getməsinə səbəb iki qüvvənin əvəzləyici qüvvə həmişə tən ortasından çıxır. Bu cür şəkildədir. Bu hissəni bizə nə veribdir? X veribdir. Həm. Bu x-dirsə, onda biz dedik ki, cərəyanlarımız əgərlərin bizim eyni olarsa, onlar bir-birlərini cəzb edir. Deməli, onda bu da x imiş ki, bu da bunu bir cür şəkildə cəzb edirmiş. Yazıram buradan ki, m x-dir. Sonra keçdik n-ə. Bu hissələr. Bu bir-birini itəlir. Deməli, onda bu, bunu itələməsinə səbəb nədir? Bu artıq x-dirsə, o zaman bu isə nöqtə olacaqdır. Və deməli, n isə nöqtədir. Bu da belə. M, x, n isə nöqtədən ibarətdir. Baxaq 7-ci sualımıza. 7-ci sualımızı biraz bu tərəfə çevirək. Təsvir edilmiş təcrübədə K çarının qapalı halında nal şəkilli maqnitin qolları arasında AB naqili maqnitdən itələnir. Dövrədəki rheostatın Z sürgüsünü sola sürüşdürəndə alfa bucağı necə dəyişəcək? Cərəyanın mənbəyinin daxili müqaviməti nəzərə alınmayacaq. Uyğun düsturları yazaraq cavabınızı əsaslandırın. Öncə verilən şərti anlamağa çalışaq. Bax, bu mavi hissə bizim cərəyan mənbəyimizdir. Bu bizim rheostatımızdır. Bu isə bizim K çarımızdır. Deyir ki, sən buradan K çarını götürüb bağla. Yəni, biz buranı bağlayaq. İndi açıq haldadır da. Buranı götürək belə bağlayaq. Bu cür şəkildə olacaqdır. Bura bağlandı. Sonra deyir ki, sən burada nal şəkilli belə bir maqnitin var. Həmin bu maqnitdən də bunun qolları arasındakı, bax, burada belə bir AB naqilimizin maqnitdən itələnir. Bax, bu şunu maqnitdən itələnir. Burada fikir ver, F qüvvəsi yazır. Bax, həmin itələnən qüvvə sənin amper qüvvəndir. Demək istəyir ki, buradan sən götür neylə, rheostatın sürgüsünü sola sürüşdür. Bax, bu rheostatımızı sola sürüşdürəndən sonra gör buradakı amper qüvvən neyniyəcəkdir? Azalacaqmı, artacaqmı? Onun artıb azalma vəziyyətinə görə buradakı sənin bucağın deyir, yəni alfa bucağı necə dəyişmiş olacaqdır? Bax, belə təsəvvür edin də, əgərlərim
amper qüvvəmiz bizim artarsa, onda bu əvvəlki durduğu bunun vəziyyəti belə deyil və bu cür şəkildədir də. Həmin bu AB naqili bax bu nal şəkilli maqnitdən uzaqlaşır. Əgər bu artarsa, onu təsəvvür et, bu biraz da yuxarı qalxacaq, daha çox itələnmiş olacaqdır da və belə. O belə uzaqlaşanda amper qüvvəmiz belə olanda fikir ver, artıq sənin bu vəziyyətindəki bucağın daha da böyük olacaqdır. Yəni belə çıxır ki, amper qüvvə nə qədər dəyişirsə, demək sənin bucağın da o qədər dəyişmiş olacaq. İndi baxacağıq ona. Bu nə cür müəyyən edə biləcək? Birinci biz bilirik ki, cərəyan müsbətdən mənfiyə doğru gəlir. Buradan cərəyan yola çıxacaq, gəlir. Bu rheostatımızın C hərfindən, bax buradakı C hissəsindən, C sürgüsündən, buradan bu cür şəkildə rheostatın üzərindən belə keçib gedəcəkdir. Bunu bildik. İndi isə başda götür rheostatı sola sürüşdür. Və bu göy xəttlə indi gedəcək. İndi ondan sonra görəsən ki, rheostatın üzərindən nə qədər keçib cərəyan. İndi cərəyan müsbətdən yola çıxır, gəlir, gəlir, gəlir. Buradan artıq bunu sola sürüşdür dedi. Bunu sola sürüşdürəndə bu buradan bu cür şəkildə keçəcəkdir. Deməli, əvvəlcə cərəyan bu rheostatın üzərindən bax bu qədər keçmişdi. Sonra bu qədər keçdi. İndi nə oldu? Rheostatın uzunluğu artdımı? Deməli, rheostatın uzunluğu artdığına görə bunun müqavimətini təyin edərək bu düsturumuza əsasən ρl bölünsün S-ə görə. Təbii ki, uzunluq artarsa, deməli müqavimətimiz də bizim artacaq. Və müqavimət artdığına görə cərəyan şiddətimiz də U bölünsün R-dir. Nəyə görə bu düsturdan yazıram? Və burada bizim cərəyan mənbəyimiz var. Əslində bunu elektrik hərəkət qüvvəsinə görə yazardım. Bir də üzərinə gələrdim daxili müqavimət. Sadəcə deyir ki, daxili müqaviməti də nəzərə almam. Ona görə bu düsturu bu cür şəkildə yazın. Buradan da müqavimət azaldı. Üzr istəyirəm. Müqavimətimiz artdı. Deyək, burada müqavimət artdı. Müqavimət artsa, deməli cərəyan şiddəti azalacaqdır. Cərəyan şiddəti azaldısa, başlayıram mən indi artıq amper qüvvəmizi yazmağa. Amper qüvvəmiz də bizim B, I, L sinus alfadan ibarətdir. Deməli, burada bizim cərəyan şiddətimiz azaldısa, demək ki, onda o zaman bizim amper qüvvəmiz də azalacaqdır. İndi mənim hədəfim nədir? Mən amper qüvvəsinə görə buradan baxacağım bucağımıza görə. Amper qüvvəmiz də bucaq ilə düz asılı olduğuna görə, deməli, onda bunun bucağı da azalacaq. Və amper qüvvəsinin azalmağı da nə deməkdir? Deməli, onda belə çıxır ki, bax bu indiki və buradakı AB naqilindəki bu hissə bu nal şəkilli maqnitdən itələnmirdi. Onda belə çıxır ki, bu azalırsa, bu cür şəkildə olacaqdır. Bax, elə bil belə olasıdır, belə gəlir. Yəni azaldı da amper qüvvəmiz bizim burada. Onda azalanda görürsən ki, burada deməli bucağımız da azalacaqdır. Və salam, sualımızın cavabı bucaq azaldı. Alfa bucağımız azaldı. Uyğun düsturlarımız da bunlardan ibarətdir. Baxaq növbəti sualımıza. Sual 8. Sxemdə təsvir olunmuş bir cins maqnit sahəsində üfüqi vəziyyətdə yerləşən AC naqilinin cərəyanın digər naqil üzərində asanlıqla hərəkət edə bilir. Deməli, nə deyir? Üfüqi vəziyyətdə yerləşən AC. A-dan C-yə doğru şaquli vəzdə yerləşibdir bu naqil. K çarını qapadıqda AC naqili hansı tərəfə hərəkət edəcəkdir? Bu bizim K çarımızdır. Gəl buradan açarımızı bağlayaq. Baxaq görə cərəyanın amper qüvvəmiz nə cür hərəkət edəcəkdir? AC naqilində hərəkət edən, naqildə hərəkət edən qüvvə varsa bu amper qüvvəsidir. Amper qüvvəsimizdən istiqamətini soruşur. Demək başladı. Bilir ki, bu uzun xətt cərəyan mənbəyimizin müsbət xəttir, qısa xətt mənfidir. Cərəyan həmişə müsbətdən yola çıxır. Cərəyan buradan yola çıxır, gəlir, gəlir, gəlir. Bu hissədən üzü yuxarıya doğru belə axır gedir. Deməli, cərəyan şiddətimizin axını nə cürdür? Üzü yuxarıya doğru. Biz AC naqilində ancaq amper qüvvəsini tapmalıyıq. Ancaq bizim işimiz bu aralıqdadır. Onda bu naqildəki olan hərəkəti bizdən soruşsa, yəni amper qüvvəmizi soruşursa, neyinirik? Amper qüvvəmiz bizim sol əl qayanına görə təyin olunacaqdır. Amper qüvvəsini sol ələ görə tapanda 4 barmaq cərəyan istiqamətində, deməli 4 barmağın üzü yuxarıya doğru gedir və maqnit sahəmiz də bizim belə X olanda əlin üstü həmişə şəkilə doğru olur. Biz gözlərimizlə ovucumuzun içini görürük və 4 barmağın üzü yuxarıya doğrudur. 4 barmaq üzü yuxarıya doğrudursa, onda görürəm ki, amper qüvvəmizin istiqaməti sola doğru gedəcəkdir. Cavab sola doğru olur. 9-cu sualımız. A nöqtəsində birinci naqil 10 mT, ikinci naqil 20 mT və üçüncü naqil 40 mT induksiyasının maqnit sahəsi yaradır. Həmin nöqtədə, yəni bu A nöqtəsində yekun maqnit induksiya vektorunun istiqamətini çəkin və modulunu hesablayacağıq. Görək nə baş verəcəkdir. Bir dənə bizə nə veribdir? Elə həm bütün buradakı induksiya vektorlarımızı veribdir. Demək yazıram ki, birinci B induksiya vektorumuz 10 mT-dır.
İkinci B indüksiya vektorumuz 20 milli Tesladır və üçüncü B indüksiya vektorumuz da 40 milli Tesla olacaqdır. Milli Tesla. Aha. İndi gəl başlayaq bunları icra etməyə. Deməli, öncə birinci hissədən başlayaq. Bax buradan. A nöqtəsinə görə gəldik bura. Biz demişdik ki, əgərlərin cərəyan nöqtə olarsa, bunun istiqaməti saat əqrəbin əksi istiqamətdədir. Nə çalışdığım qədər bunların hər birinin bu hissəsində videosunu yerləşdirəcəm. Və bunun üçün biz nə edirik? Bizim ancaq hədəfimiz A nöqtəsi. Bu biri tərəfləri görməzdən gəl. Buradan hələ sənin işin yoxdur. Bir dənə buradan biz dairəmizi çəkirik. Bax, A nöqtəsinin qırağına elə yerləşdirirəm ki, bu dairəmiz həmin bu cərəyanımızın tam ortasında belə yerləşmiş olsun. Götürək bunu buradan icra edək. Belə, hə. Bunu buradan yerləşdirdik. Deməli, indi nə edirik? Dedik ki, biz əgərlərin cərəyan buradan bir indüksiya vektorun istiqamətini bizdən soruşaq. Bunu bizə tapmaq lazımdırsa, bu artıq sağal qaydasına görə müəyyən olunur. Sağ əlinizi götürün. Baş barmağınız sizin cərəyan istiqamətini bildirir. Bükülmüş 4 barmaq isə B indüksiya vektorun istiqamətini bildirir. Cərəyan əgər nöqtədirsə, sənin baş barmağın perpendikulyar şəkildə şəkildən çıxır, sənin üzünə doğru, sifətinə doğru gəlir. Bu arada 4 barmağının istiqamətinə fikir ver. Saat əqrəbinin əksi istiqamətdə gedir. Bu saat əqrəbinin əksi istiqamətdə gedirsə, bu A nöqtəsində bax üzü bu yana doğru gedəcəkdir. Bu birinci cərəyan olduğuna görə bura mən B1-i yazıram. Bax bura B1-i köçürdürəm. İndi qoy bunu qıraqdan da yazım. B1-imizin bizim istiqamətimiz bu yana doğru, sola doğru getmiş oldu. Bunu belə çəkdik. İndi bunu buradan silmək istəyirəm ki, bu hissələrimizi icra etməyə çalışaq. B1-imizi tapdıq. İndi isə gəl buradan üçüncü vəziyyətimizdəki cərəyanımızı tapaq. Yenə eynən həmin qayda ilə dairəni götürürsən, yerləşdirirsən. Dairəmi gətirdim, yerləşdirdim bura. A nöqtəsindən söhbət gedirsə, sən həmişə dairənin kənarı A nöqtəsinə dirənəcəkdir. İndi isə cərəyana buradan x veribdir. Cərəyan əgərlərim x verilərsə, onda nə edirsən? Yenə sağal qaydasına B indüksiya vektorunu tapmaq üçün sağ əlimizi yenə götürürük. Sağ əlimizdə baş barmaq i-nin istiqamətini, yəni cərəyanın istiqamətini bildirir. Baş barmaq, 4 barmaq isə B indüksiya vektorunun istiqamətini bildirir. Əgər cərəyanın bu dəfə x olarsa, bu dəfə baş barmaq sənin üzündən çıxır, sən tərəfdən çıxır, girir şəklə doğru. Perpendikulyar vəziyyət. Onda 4 barmağın istiqamətinə, vəziyyətinə bax, saat əqrəbi istiqamətdə gedəcəkdir. Belə olduğu halda saat əqrəbi istiqamətdə gedirsə, onda bax, buradan gəlir, gəlir, gəlir. A nöqtəsinə bu nə cür getdi? Eyni ilə bu B1 ilə eyni istiqamətdə getdi. Burada yazıram B2. Gətirəm bunu bura üstünə köçürdürəm. Burasını da yazıram ki, bu da B2-dir. B1 və B2-miz deməli bizim eyni istiqamətdə oldu. Bunu da buradan silirəm. İndi isə baxıram üçüncü vəziyyətimizdəki cərəyanımızı. İndi o bir tərəflərimizi silək ki, aydın görək. Və yenə şəklimizi buradan dairəmizi yenə yerləşdir. Yəni belə testlərdə həmişə dairə yerləşdirirsiniz. Dairənin içində cərəyan tam sentrə düşəcəkdir. Bu belə. Yenə burada cərəyanımız bizim x-dir. Dedik cərəyan x onda nə edirsən? Sağ ələ götürürsən, B indüksiya vektorun istiqamətini tapırsan. Baş barmaq i-ni bildirir. X olanda cərəyan şiddətimiz bizim baş barmaq girəcəkdir şəklə doğru perpendikulyar. 4 bükülən barmaq isə sənin B indüksiya vektorunun istiqaməti olacaqdır. Bu da belə olduğu halda buradan görsən 4 barmağın istiqaməti nə cür gəlir? Saat əqrəbi istiqamətdə. O da oradan belə gələndə gəlib buradan bu cür şəkildə bax belə düşəcəkdir. Yadda saxlayın ki, B indüksiya vektoru həmişə sürət kimi çevrəyə toxunan şəkildə olacaqdır. İndi mən nə görürəm? Görürəm ki, bu isə bu cür perpendikulyar şaquli üzü aşağıya doğru gedir. Bu isə bizim oldu üçüncü B indüksiya vektorumuz. Belə yazdıq. Yəni B-lərin həmişə istiqaməti eyni ilə sürət kimi çevrəyə toxunan şəkildə olacaqdır. Bunu da tapandan sonra B1 nə qədər verilib bizə? 10 milli Tesla, B2 20-dir, B3-ümüz də 40-dır. Eyni ilə B indüksiya vektoru qüvvələr kimi eyni istiqamətdə necə qüvvəni toplayırdıqsa, B-ləri də eyni istiqamətdə toplayırsan. Deməli, 10 ilə 20-ni topladın. Yekunda bunların bu hissəsi 30 olur. Bura yazıram ki, 30. Buradakı B indüksiya vektorumuzun qiyməti oldu 30 milli Tesla. Sonra digər düz aşağı doğrudur.
Bu da 5-dür, bu da 40-dır. Deməli, bunun da yekun tapmağına var ki, necə qüvvələrdə əvəzləyici qüvvəni tən ortadan çıxardırdıq. Deməli, bunun da eynən əvəzləyici qüvvə kimi yekun induksiya vektoru bu cür şəkildə ortadan çıxacaqdır. İstiqamət belədir. Bəs çəpinə demişdik həmişə xəttimiz olanda biz bunu nə cür şəklə tapırdıq? Biz bunu Fiqor teoreminə görə tapırdıq. Elə bil, qoy bunu qıraqdan aydın çəkim. Bir induksiya vektorum 30 milli Tesla üzü bu yana doğrudur. Digərisi üzü aşağıya doğrudur. Bu da 40 milli Tesladır. Bunun tam əvəzləyicisi sanki yekunu da bunun ortadan çıxırsa, bunu da tapanda hipotenuzda nə cür tapılır? Dedik, hipotenusun kvadratı, bax, bura hipotenuzdur. Bu yanlarımız da bizim katetlərimizdir. Deməli, nə cür olur? İstəsən bunun bu hissəsini götür, köçürt bura. Bax, bu cür şəkildə bunu bura köçürt. Bu da nə qədər idi? 40 idi. Bu belə. Yəni, bunu da buradan belə elə ki, aydın bu Fiqor teoremini icra edə bilərsən. Xəttini də belə uzat. Çəpinə xəttin hipotenuzdur. Hə. Demək, hipotenuzun buralar da katetlərdir. Hipotenuzun kvadratı bərabər katetlərimizin kvadratı cəmi. Hipotenuz burada bizim B yekundur. Bilmirəm nə qədərdir. B yekun kvadrat bərabərdir. Bu katetimiz nə qədərdir? 30. Yəni 30-un kvadratı üzərinə gəl. Digər katetimiz də bizim 40-dır. O da 40-ın kvadratı. Belə. Bu da yekun da eləyəcək. Bunlar girir kökünün altına. Nə kvadratdırsa bu bərabərlik. Hamısını kökünün altına salır. 30-un kvadratı 900. 40-ın kvadratı 1600. Bu da elədir 2500. 2500 də kökdən çıxır. Eləyir 50 milli Tesla. Deməli, bizim yekun induksiya vektorumuz 50 milli Tesla imiş və istiqamətimiz isə üzüdür. Gördüyümüz kimi bu yana doğru belə gedəcəkdir. 10-cu sualımıza baxaq. 10-cu sualımız da eyni ilə 9-cu sualımız kimidir. Yenə buradan verir bizə birinci, ikinci və üçüncü B induksiya vektorlar verilir. Deyir, yekunda induksiya vektorun istiqamətini çəkəcəksən. Qıraqdan yazaq verilənlərimizi. B1 20 milli Tesla, B2 bu vahidlərini yazaq. B2 50 milli Tesla, B3 isə 40 milli Tesladan ibarətdir və yekun induksiya vektorumuz da bizim axtarışda olacaqdır. Deməli, onu yazmaq istəyən 9-cu sual izahına diqqətlə baxsın. İndi biz nə edəcəyik? Birincini əgərləri mən tapmaq istəyirəmsə, bax, birinci cərəyanda gəl istəsən buradan ikinci və üçüncünü sil. Dedik, nə edirik? Tam sentrdən bir dənə həmin verilən A nöqtəsinə görə belə bir dairəmizi götürürük, çəkirik. Buradan gördüyümüz kimi cərəyanımız bizə əgər x verilirsə, onda bu birinci cərəyandırsa, biz də B1 induksiya vektorumuzun istiqamətini tapmalıyıq və həmişə bizim hədəfimiz verilən nöqtəyə doğru olur o dairələr. Və həmişə də cərəyan mərkəzə otuzdurmaq lazımdır. Dairənin içinə otuzdurmaq lazımdır. Yaxşı, yenə B induksiya vektorunu tapmaq istəyirəmsə, mənə lazımdır sağ əl. Sağ əl qanunu bilmək. Sağ əlimizi götürürük. Baş barmaq cərəyanın istiqamətini bildirir. Bükülən 4 barmaq B induksiya vektorunun istiqamətini bildirir. Əgər cərəyanımız gördüyümüz kimi belə x olarsa, baş barmağın səndən çıxır, şəklə doğru girir. 4 bükülən barmağın istiqamətinə fikir ver. O gedəcəkdir saat əqrəbi istiqamətinə. Yəni, bu cür şəkildə gedir. O da elə gedəndə A nöqtəsinə çatanda A nöqtəsinə B induksiya vektorunun istiqamətini tapmaq lazımdırsa, o da üfüqü sola doğru gedəcək. Çünki eyni ilə B induksiya vektoru sürət kimi çevrəyə toxunan şəkildə olacaq. B1-i tapmışam bu yana doğru. Bunu kənardan çəkirəm. Bu bizim olur B1-imiz. Bunu belə yazdım. İndi bu dairəni silirəm. Bu hissəni həll elədik. Keçdim indi ikinci cərəyanımıza. Bura. İkinci cərəyanıma baxıramsa, yenə həmin dairəmizi burada yerləşdirirəm. Gətirdə qoyduq bunu belə. Yenə cərəyanlar həmişə mərkəzdə oturmalıdır. Bu da ikinci cərəyanımız üçün onda ikinci B induksiya vektorumuzu tapmaq lazımdır bizə. Deməli, yenə bundan öncə dedik x olanda bu nə cür istiqamətdədir? Saat əqrəbi istiqamətdə. Saat əqrəbi istiqamətdə olanda bu buradan gələndə artıq B induksiya vektorumuz o zaman bu yana doğru yönələcəkdir. Bura bizim A nöqtəmizdir. Amma ikinci B induksiya vektorumuz bu yana doğru yönəldi. Burada yazırıq B2 şəklində. Sonra keçdik. Bunu niyə sildim? Sonra keçdik indi bu biri tərəfimizə. İndi üçüncü cərəyanımızı tapmaq lazımdır bizə. Gəl elə bunları buradan silək ki, qıraqdan yazırıq da. Üçüncü cərəyanımız da yenə dairəmizi götürürük buradan. Bunu yerləşdiririk yenə buradan A nöqtəmizi belə və bu da mərkəzdə həmişə düşəcəkdir. Cərəyanımız o zaman, indi nöqtədir, cərəyanə bizə nöqtə veribdir. Onunla bu nə cür tapırıq? Cərəyan nöqtə olanda yenə B induksiya vektorumuzu bizə üçüncü istiqamətini tapmaq lazımdır. O zaman bu yenə sağ ələ görə müəyyən olunur. Sağ əldə baş barmaq iynin cərəyanın istiqamətini verir bizə. Demək, nə cür olur? Nöqtə olanda
Baş barmağın, yəni sağ əldəki baş barmağın şəkildən çıxır, yoxsa olanda sənə doğru, üzünə doğru, sifətinə doğru gəlir. Bükülən dörd barmağın istiqamətinə fikir ver. Ona görə gəlir saat əqrəbin əksi. O saat əqrəbin əksi istiqamətə gələndə bu induksiya vektoru sürət kimi çevrə toxunan olur. Onda bax bu dairəmizə bu cür şəkildə belə A nöqtəsindən belə üzü yuxarı doğru getdi. Deməli mən tapıram ki, bizim bu üçüncü B induksiya vektorumuz o isə istiqaməti üzü yuxarıya doğru olacaqdır. Vəssalam. Bunları indi müəyyən etdik. Deməli biz nə tapmışıq? Bir vektorum B1 bu yana doğrudur. B2'miz də bizim bu yana doğrudur. Öncə B induksiya vektoru nə cür şəkildə tapılır, bunu biz bilməliyik ki, belə olduğu halda bunlar həmişə deməli qüvvə kimi tapılacaq. Əks olanlar çıxılır, eyni olanlar toplanacaq. Baxıram ki, B1 və B2-lər əks istiqamətdədir. Onda böyükdən kiçik çıxacaq. B1 ilə B2-dən böyükdən kiçik çıxacaq. Deməli, B2 50-dir, B1 20-dir. Deməli, B2-dən B1 çıxacaq, B2-miz 50-dir. Amma B1'imiz bizim 20'dir. Deməli, böyük tərəfə ona baxacaq. Böyük də 50'dirsə, 50-dən 20 çıxdıq, bu elədir 30. O zaman 30 bu yana doğru yönələcəkdir. Bura yazıram ki, 30 milli Tesla. Digəri də bu hissəmdə yuxarıdadır. Onda bunu da çəkirəm kənardan belə. Bu da belədir. B3'ümüz də nə qədərdir? B3 yazaq bura. B3'ü də bizə 40 veribdir. Aha. Deməli, bunun yekunu o zaman hardan çıxacaq? Necə qüvvələr əvəzləyici qüvvə iki vektorun tən ortasından çıxırdısa, B yekun induksiya vektoru deyil olacaq. O da tən ortadan bu cür şəklə çıxır. Bu yanımız da bizim B yekundur. Bunu nə cür tapacaq? Bəs yekun induksiya vektorunu yenə çəpinə xətt görürsənsə dedik buradan Pifaqor teoremini icra edəcək. Bundan öncə də Pifaqor teoremini dedim, yenə də deyək. Deməli, gəl bunu qıraqdan çəkirəm. O yekun induksiya vektorunu belə köçürdürəm. Buradan çəkirəm B yekun induksiya vektoru. Bura bizim hipotenuzdur. Sonra mənə katet lazımdır. Katet bizim bu bir tərəfimizdir. Bu xətti elə bir bunu B3'ü buradan köçürdürsəm bura, qarşısına qoysam bura B3, qoymayan kənardan bunu qoyun bu yandan. Bu yanımız bizim B3'dür. Sonra bu biri tərəfimiz də bizim bir katetdir. Burada nədir? O 40 tapmışıq da, bu 30 tapmışıq da bu hissəsini. Bunu da buraya köçürdürəm. Bu da bu tərəfi də bunun 30'dur. Belə. V3'ümüz də nə qədərdir? 40'dır. Vəssalam. İndi bunu başlayıram buradan icra etməyə. Biraz sərgəl yazı. Hə, bu nə qədər idi? B3'ümüz bizim 40 idi. Bunu tapanda dedi ki, bax bu xəttim, çəpinə xətlər həmişə hipotenuz. Bu biri üfüqi şaquli xətlərdə, bunlar da həmişə bizim katetlərimizdir. Pifaqor teoremimiz də bilirdik bizim nə cür idi? Qoy çəkək buradan yazaq. Pifaqor teoremimiz də belə idi. Hipotenuzun kvadratı bərabər idi katetlərimizin kvadratları cəmi. Hipotenuz burada B yekundur. Bunun yerində yazaq B yekunun kvadratı bərabərdir. Deməli, bir katetimiz 40'dır, digər katetimiz 30'dur. 40 ilə 30'un kvadratları 40 ilə 40 kvadrat 30 kvadrat. Buradan da B yekun induksiya vektorumuz dedi ki, nə qədər elədi? 50 milli Tesla elədi. Bunun da istiqamət nə cür idi? Biri belə idi, digəri də belə idisə, yekun da onların həmişə tən ortasından çıxırdı. Bunun da istiqaməti də olur bu cür şəkildə yekun induksiya vektorunun. Sonra baxaq buradan növbəti sualımıza. 11-ci sualda bərabər tərəfli üçbucağın təpələrində yerləşdirilmiş cərəyanın naqillərdən birincisindən axan cərəyanın və təsir edən amper qüvvələrin əvəzləyici istiqamətləri verilir. Cərəyan şiddətlərimiz bizim eyni şəkildədir. Şərtlər nə deyir bizə? Cərəyanın naqillər arasında qarşılıqlı təsiri qeyd etməklə digər naqillərdə axan cərəyanın istiqamətlərini müəyyən elə. Hə, bax bizim bir dənə cərəyanımız burada var. X verib cərəyanımızı buradan. Bir dənə də əvəzləyici qüvvə var. Bu da sənin əvəzləyici qüvvəndir. Deyir ki, I2 və I3-də buradakiləri müəyyən edəsən ki, hə, bunlar nədən ibarət olacaqdır? Gəl bir dənə burada birinci şərti oxuyaq. Nə deyir burada? Cərəyanın naqillər arasındakı qarşılıqlı təsiri qeyd etməklə axan cərəyanların istiqamətini təyin edəcəksən. Axan cərəyanın istiqamətlərinə görə digər naqillərə təsir edən qüvvələrin əvəzləyici istiqamətlərini təyin edəcəksən. Tələb olunan şəkilləri də tələb olunanları şəkillərdə qeyd edək. Aha. Deməli biz nə edəcəyik? Mən həm burada ikinci cərəyan, üçüncü cərəyanın əvəzləyici qüvvəsini tapacağam. Hansı cərəyan olduğunu, x ya da nöqtə olduqlarını da bunların hamısını müəyyən edəcəm. İşimiz bizim bu olacaqdır. Başladıq. Bir tək mənə əvəzləyici qüvvəni üzü bu yana doğru verib, sola doğru. Biz bilirik ki, əvəzləyici qüvvə nə cür tapılır? Bax, sən bir vektorun belədirsə, digər vektorun belədirsə, əvəzləyici qüvvə həmişə onların tən ortasından çıxır. Və yaxud da bir qüvvə mənə belə verilərsə, digəri də bu cür şəkildə verilərsə, ortadan çıxan bilməlisən ki, sən o əvəzləyici qüvvəndir. Belə.
İndi mənim əvəzləyici qüvvəm belə veribdirsə, belə çıxır ki, bunun bir vektoru belə imiş, digər vektoru da belə imiş ki, bu isə onun tən ortasından çıxa bilsin. Onda siz özünüz düşünün. Bunun sizcə x-dirsə, bu nəyə görə bura doğru gəlir? Biz demişdik ki, əgər cərəyanlarımız bizim eynidirsə, bax bu cərəyanımız bizim x-dir, digər cərəyanımız x-dirsə, o zaman bunlar bir-birlərini cəzb etmiş olurlar. Eyni cərəyanlar bir-birini cəzb edir. Bir dənə belə bir dairə çəkirim. Sonra buradan belə də ola bilər. Cərəyanlar hamısı nöqtədə ola bilər. Bu da nöqtə olsun, bu da nöqtə olsun. Hamısı nöqtədirsə bu cərəyanlar da bir-birlərini cəzb etmiş olacaqlar. Ancaq ki, biri nöqtə, biri x olarsa, o zaman bu cərəyanlar bir-birlərini itələmiş olacaqlar. Bunu da dedim ki, şirin pişik şəklində yadda saxlayın ki, qəşəng pişik görürsənsə, bunlar bir-birini cəzb edir. Amma bir gözləri fərqlidirsə, bunlar bir-birini itəlir, qəşəng görünürlər. Bax, elə onları yadında saxla. Başladıq indi bura. İkinci və birinci cərəyanımızla bunları müəyyən etmə. Deməli, dedi ki, eyni cərəyanlar bir-birini cəzb edir. Hər ikisi x-dir, deməli, bunlar bir-birini cəzb etdi. İkinci cərəyanımız bizim x imiş ki, bu bura doğru gəlibdir ki, bu da buna doğru gəlibdir. Sonra isə buradan baxıram mən üçüncü və birinci cərəyanıma. Bu görsəm, bundan birinci ilə üçüncü cərəyan bir-birlərindən itələnibdir. Deməli, bu əks imiş. Cərəyanımız buradakı x yox, nöqtə imiş ki, bu bundan itələnibdir, bu yana doğru gedibdir. Sonra baxıram buradakı ikinci və üçüncü cərəyanımıza. Biri nöqtədir, biri x-dir. Bunlar əks olanda bir-birlərini itələmiş olar. Onda bu bura gedir, bu isə bura doğru getdi. Biz nə tapdıq? İkinci cərəyanımız x imiş. Üçüncü cərəyanımız isə bizim nöqtəymiş. Qaldı bunların əvəzləyici qüvvələrini tapmaq. İkinci cərəyanda buradakı əvəzləyici qüvvəmiz, bu onların həmişə dedik əvəzləyici qüvvələr tən ortadan çıxır. Bu ikincinin əvəzləyici qüvvəsi belə çıxır. Üçüncünün əvəzləyici qüvvəsi isə bu cür şəkildə çıxacaq. Əvəzləyici qüvvələr yenə deyirəm, həmişə tən ortadan çıxanlardır. Bu da birincinin əvəzləyici qüvvəsi imiş. Hamısını tapdıq, müəyyən etdik. Sonra baxaq buradan 13-cü sualımızın. Sabit cərəyan axan naqil induksiyası modulu 100 milli Tesla olan bir cins magnit sahəsində şəkildəki kimi yerləşdirilir. Aktiv hissəsinin uzunluğu 50 sm, kütlə 20 qram olan naqildən axan cərəyan şiddətin 2 amperdir. Naqilin təcil qiymət və istiqamətini müəyyən edək. Öncə verilənlərimi kənardan yazıram. B induksiya vektoru 100 milli Tesladır. Aktiv hissəsinin aktiv uzunluğu 50 sm-dirsə bunu 100-ə bölürəm. Olur 0,5 metrə əsas vədə çünki çevirmək lazım. Kütlə 20 qramdırsa, kiloqrama çevirmək üçün minə bölürəm. Bu da eləcəkdir 0,2 kiloqram. Cərəyan şiddətimiz 2 amperdir və təcilin qiymət və istiqaməti bizdən soruşulur. Deməli belə, əgərlərim söhbət naqildən gedirsə, burada tapılan lazım olan qüvvə amper qüvvəmizdir. Amper qüvvəmiz nə cür tapılır? Sol əl qaydasına görə bu müəyyən olunur ki, buradakı baş barmaq amper qüvvənin istiqamətini bildirir, dörd barmaq isə cərəyanın istiqamətini bildirəcəkdir. Və öncə baxıram nəyə? Bir cins sahəmiz bizim burada maqnit sahəmiz x-dir. Əgərlərin b-lər x verilərsə bizə, o zaman sol əlini götürürsən və əlinin üstünü şəklə yerləşdirirsən. Sən öz gözlərinlə ovucun içini görəcəksin. Cərəyanın sonra istiqamətinə baxırsan. Cərəyanın istiqaməti üfüqü sağa doğru. Dedik ki, dörd barmaq cərəyanın istiqamətini bilir. Onda dörd barmağını cərəyanın istiqamətinə yerləşdir, üfüqü sağa doğru. Buradan yerləşdirdin, əlin də üstü şəkildədir. Ovucun için görürsən sən. Və görürsən ki, baş barmağın sənin üzü yuxarıya doğru gedir. Demək, baş barmağın da sənin amper qüvvəndir. O da üzü yuxarıya doğru gedir. Həmçinin də burada bu naqilin şnurun özünün ağırlıq qüvvəsi var. Buna da bir mc yazıram. Artıq gördüm ki, bizim buradakı qüvvələrimiz, amper qüvvəmiz üzü yuxarıya doğru gedir. Ağırlıq qüvvəmiz də üzü aşağıya doğru gedir. Deməli, bunları əvəz edən bir qüvvəmiz var imiş bizim. Onda əvəzləyici qüvvəmi tapmaq üçün böyük qüvvədən kiçik qüvvəni tapacağım. mc yazdığım bu bizim ağırlıq qüvvəmizdir. Amper qüvvəmizə yazdığımız bu da bizim BI-elimizdir. Bu belə. Həmçinin görürəm ki, bax, BX-dirsə, cərəyan üzü yuxarıdırsa və yaxud da B nöqtədirsə, cərəyan üzü yuxarıdırsa, bil ki, onlar arasındakı qalan bucaq 90 dərəcədir. Sinusumuz da 90 dərəcədə 1 olduğuna görə amper qüvvəmiz BI-el şəklində olur. İndi istəyirsən, gəl kənardan tapım amperdən mc-ni də ağırlıq qüvvəsini. Hansı böyükdürsə, böyükdən kiçiyin çıxmış olacaq. Deməli, belə yazıram, qoy qıraqdan yazıram. Amper qüvvəmiz bizim BI-eldir. Belə yazdıq. B100 milli Tesla, milli 10 üstü -3-dür. Cərəyan şiddətimiz 2-dir. Uzunluğumuz da 0,5-dir. Deməli, 2-ni 0,5-ə vuranda bu 1 elədi.
da 1 yazmağa önəm qalmadı. Bu 10 üstü mənfi 3-də 0 mində 1-dir. Bu da 100-ə vurulanda bu da elədi 0,1 Newton. Deməli, amper qüvvəmiz 0,1 Newtondur. İndi ağırlıq qüvvəsinə baxıram. Ağırlıq qüvvə isə mg'dir. Kütləmiz bizim burada 0,2-dir. 0,2-ni də vuranda şeyimiz 10'dur. Bu da elədir 0,2 Newton. Daha məlum ki, 0,2 0,1-dən böyükdür. Deməli, ağırlıq qüvvə amper qüvvəsindən böyükdür. Ona görə əvəzləyici qüvvəni tapanda böyükdən kiçiyini çıxacağım. Yəni, ağırlıq qüvvəmizdən amper qüvvəmizi çıxacağım. Deməli, yazıram. M-a bərabərdir. Ağırlığın da yerinə mg yaza bilərəm. Amperin də yerinə BL yaza bilərəm. Onsuz da hesablamışıq daha biz bunları. mg 0,2, amperdə 0,1-dir. Cavab elədi 0,1 Newton. İndi MA da bərabərdir 0,1-dir. Bizə təcili tapmaq lazımdır da buradan. Təcilimi tapıram. Təcil də bərabərdir 0,1 bölünsün kütləyə. Kütləmizin də qiyməti nə qədərdir? 0,2-dir. Bu da belə olduğu halda bunu tamdan azad etmək üçün yuxarı aşağı 100 deyə vur. Bura eləcək 10, burada eləcək 2. Deməli, təcil oldu buradan 5 metr saniyənin kvadratı. İndi təcilin istiqamətini tapmaq lazımdır. Qoy yazaq, təcilimiz elədi 5 metr saniyə kvadrat. Bunun istiqamətini tapmaq üçün hansı qüvvə böyükdürsə, bil ki, təcil ora doğru yönələcək. Gördüyün kimi ağırlıq qüvvəni qoy qıraqdan yazıram. Gördük ki, bizim ağırlıq qüvvəmiz, yəni mg'miz amper qüvvədən böyükdür. Ağırlıq da hara doğru yönəlib? Üzü aşağıya. Deməli, təcilin də o zaman istiqaməti üzü aşağıya doğru yönəlibdir. Təcilin istiqaməti üzü aşağıya doğru, qiyməti isə 5 mc kvadrat, 5 metr saniyə kvadratdan ibarətdir. Beləliklə, suallarımızın sonuna gəlib çatdıq. Əgər bu video sizə faydalı olarsa, videonu bəyənib, paylaşıb və həmçinin abunə ola bilərsiniz. Növbəti izahlarımızda görüşənədək sağ olun, Allah'a emanet.